Nəhayət ki, gəldik Batumiyə çatdıq. Navi otelə yerləşdik. Hər videolardan görürdüm bu maşını. Tanış olsun, sizə izləməyə davam. Deməli dostlar, biz indi taksidəyik və gedirik Botanika bağına. İndi isə gəlmişəm Botanika bağına Batumidə. Tuneli var. İndi isə gedirik Tbilisidən Batumiyə. Təqribən 4 saat 40 dəqiqə yolumuz olacaq Tbilisidən otelimizə və indi hazırda yoldayıq, gedirik. Şəfək, necəsən? Bir dəfə yolda dayanmışıq, indi də yeməyə dayanacağıq. Ondan sonra isə birbaşa otelimizə keçəcəyik. Tesla ilə gedirik, çox yaxşıdır. Done my hair up real big, beauty queen style. High heels off, I'm feeling alive. Oh my God, I feel it in the air, telephone wires above, all sizzling like a snare. Honey, I'm on fire, I feel it everywhere. Nothing scares me anymore. Kiss me hard before you go. Summertime sadness. I just wanted you to know that baby, you're best. I got that summertime sadness. Summertime sadness. Nəysə, gedək çataq. Davam eləyəcəyik vlogumuza, Batumi vlogumuza. Nəhayət ki, gəldik Batumiyə çatdıq. Navi otelə yerləşdik. İndi isə sizə otağımızı göstərirəm. Otağımız digər otellə müqayisədə daha genişdir. Belə bir masamız var burada. Sonra yatağımız buradadır. Kiçik bir mətbəximiz var. Mətbəxdə hər şey var. Soyuducu var orada. Şəfək, bir dənə göstər şkafdan. Burada soyuducumuz var. Sonra kettle var. Qab, sonra vilkalar, qaşıqlar, hər şey var yuxarıda. Sonra mənzərəmiz belədir, Qara dənizə baxır. Yeni alışmağa çalışırıq. Televizorumuz var, sonra mənzərəmizi göstər Şəfək, əsas məsələ. Dənizə sıfır. Bu isə balkonumuzun görüntüsüdür. Hava biraz soyuqdur bugün. Çox güman ki, dəniz kənarına biçə sabah düşəcək, havaya baxmaq lazımdır. Dənizə bu qədər yaxın məsafədə yerləşməsi həqiqətən çox gözəldir. Biz çox bəyəndik. Belə bir terasda stolumuz da var. İstəsək oturub dənizi seyr eləyəcəyik. Deməli dostlar, indi Konya ərazisindəyik. Bura Batumidən təqribən 15 dəqiqəlik məsafədə yerləşən, pasiv istirahət üçün olan çox möhtəşəm bir yerdir. Gördüyünüz kimi dəniz mənzərəsi burada. Və sol tərəfdə isə dağları görürsünüz. Yəni dağların dibində tam dənizdir. Və bu tərəfdə isə dənizə sıfır otellər yerləşir. Bizim otelimiz də elə burada yerləşir. Və dəniz də görünür balkonumuzdan. Biz düşünürük ki, burada pasiv istirahət eləyərik, heç olmasa bir gün. Və sabah isə gedəcəyik digər gəzməli yerləri görməyi Batumi sahilində. İndi isə bu dağlıq əraziləri gəzəcəyik, yemək yeyəcəyik. Burada sahildə gəzmək həqiqətən də çox gözəldir və
Saatlarla gəzmək olar. Çünki mənzərəsi o qədər möhtəşəmdir ki, çoxdandır belə bir yerə həqiqətən gəlmək istəyirdim. Bir tərəfi həm dağlıqdır, bir tərəfi dənizdir. Çox gözəldir həqiqətən də. Biz düşünürük ki, biraz buralarda gəzək və fikirlərimizi dağıdaq. Beynimiz dincəlməyə ehtiyacımız var. İndi isə gəlmişik axşam yeməyi yeməyə. Axşam dediyimdə saat neçədir? Saat 10 olur. Biz hələ indi sifarişlərimizi eləmişik. Sifarişimizin biri gəlib, belə bir balıq sifariş elədik. Bir də Gürcü mətbəxinə aid olan ət yeməkləri sifariş eləmişik. Gecə vaxtı yeyəcəyik. Şəfəq başlayır üyüdür. Belə yavaş-yavaş yeyək. Mən də gözləyirəm ki, yeməklərin hamısı gəlsin. Başlayım bir-bir yeməyə. İndi başlayacağım yeməyə elə. Bizdən nuş olsun, sizə izləməyə davam. Deməli dostlar, biz indi taksidəyik və gedirik Botanika bağına. Bizim otelimiz Navi Otel yerləşir Qoni ərazisində və bu isə biraz Batumi bulvarından, Batumi ərazisindən təqribən nə qədər uzaqdadır Şəfəq? Şəfəqlə bir yerdəyik. 12 kilometr. Təqribən 12 kilometr, 12-20 kilometr uzaqlıqdadır və biz ora gərək taksi ilə gedək. Ona görə düşündük ki, bugün Botanika bağına ilk olaraq gedək. Ondan sonra qayıtdıqdan sonra isə qayıdaq Ali və Nino heykəlini görək. Ondan sonra Batumi sahillərində, bulvarda biraz gəzək, alış-veriş eləyək. Əsas məsələ Alış-veriş eləyək. Ondan sonra isə qayıdaq qaldığımız əraziyə. Qaldığımız yer çox pasiv istirahət üçün ideal bir yerdir. Dağların qoynunda dəniz. İndi videolarda siz görəcəksiniz. Çox gözəl mənzərəsi var. Çimənliyin düz yaxınlığındadır. Otelimizdən birbaşa dəniz mənzərəsi görünür. Amma biz biraz da təbiət gəzmək istəyirik. Əslində buralar həm təbiət, həm dəniz, çimərlik, hər şey bir yerdədir. Birinci indi gedək Botanika bağına, oraların görüntülərini çəkək. Taksi ilə gedirik. İndi ətrafı da sizə göstərirəm. Buralar həqiqətən də çox gözəldir. Taksi ilə gedirik. Da Şəfəqdir. Bir şey söylemek ister misiniz izleyicilerime? YouTube izleyicilerime bir şey... Hayır, tanıyor musunuz? Türkçe az biliyorum, ben konuşuyorum çünkü. Evet, tamam. Böyle bir yoldan gidiyoruz. Dündən burayla... Aha, dündən burayla gəlmişdik. İndi buradan qaydırıq təkrardan. Əslində oteli o tərəfdə tutsaq daha məntiqli olardı. Biz bilməmişik. Belə, izləməyə davam eləyin. Kanalıma abunə olsunlar Şəfəq. olsunlar. Mən varamsa olsunlar. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Video çəkmək həqiqətən çox zəhmətlidir. Yəni kameranı çıxar, mikrofonu çıxar, çək. Çox zəhmətlidir. Ona görə dəyərləndirmənizi istəyirəm. Kanalıma mütləq abunə olun, izləməyə davam edin. Çox maraqlı vlogdur. İndi isə gəlmişəm Botanika bağına, Batumidə. Bura Batumidən təqribi 9 kilometr məsafədə yerləşir. 9 kilometr şimal tərəfdə yerləşir. Və 108 hektar ərazisi var. 5000-dən çox isə ağac növü var burada, bitki növü var. Və həqiqətən çox böyükdür, çox gözəldir. Qara dənizə açılan panoraması var. İndi sizə göstərirəm.
digər tərəflərdən də görüntüləri çəkəcəm. Buradakı oksigen həqiqətən çoxdur. Oksigen partlaması yaşayıram hazırda. Aşağıda bambuk ağaclarıdır, bambuk meşəsidir. İndi isə gedirik zipline-a. Sizi çox fərqli bitkilərlə tanış eləyəcəm. Bura həqiqətən çox möhtəşəmdir. Oksigen o qədər çoxdur ki, adamın evi ki başı partlayır. Ömrümüzdə görmədiyimiz qədər oksigen var. Şəfəq necəsən? Gəl yanıma. Mükəmməl. Mükəmməlsən. Bu tərəfdən gəl. İlk təəssüratını alaq. Həyəcanlıyım, zipline-ə minmək istəyirəm. Nuriyə qoymur. Səhərdən deyir zipline-ə minək. Düzü mən də çox həvəslə gəlmişdim ki, minim, amma dənizin üstündən getməyi düşünəndə biraz qorxdum. Şəfəqi də ona görə qoymuram. İndi bu da nə isə olsa mən cavabdeh deyiləm. Səs atırım amma. Anası da səs atıb ki, problem olsa mənlikdir. Belə. Davam eləyək, izləməyə davam eləyək. Nə edirik? Kanala abunə oluruq. Şəfəqi göndərdim zipline-a minməyə. Özüm də beş-üşlərimizi götürüb düşürəm aşağı onu gözləməyə. Yuxarıdan görüm çatdıra bilsəm onu çəkmək istəyirəm. Belə mən minmədim çünki yüksəklikdən qorxuram. Dənizin üstündən keçir. Biraz həyəcanlandım. Ona görə minmədim. Amma Şəfəq mindi. Çox biraz ona görə özümü stresli hiss eləyirəm. İnşallah ki özünü yaxşı hiss eləyər, narahat hiss eləməz. Belə sumkalar biraz ağırdır, məni narahat eləyir. Amma videonu çəkməyə davam eləyirəm. Həqiqətən də oksigen bombasıdır. Çox gözəldir. İnanılmaz gözəldir. Mən təbiət aşıqı olduğum üçün belə yerləri heyranam da. Allaha çox şükürlər olsun ki, gəlib gəzib görə bilirəm. Osmo Pocket-imlə ilk vlogumdur. Hələ bilmirəm necə istifadə eləyim tam olaraq. İndi sizə bir panorama göstərəcəm. Gəl görəsən. Bu mənzərə həqiqətən çox gözəldir.
Şəfəqi göndərmişəm zipline-a. Özüm isə onu gözləyirəm aşağıda ki, gələndə onu çəkiliş eləyə bilim. С нами смотришь. С вами не все смотрят. Ну, сюда садись. Сейчас спокойно. Даже Яна, у нее знаешь, сколько у Яны пояс был, когда она поднялась? 180 или 170. Она побоялась? Она да, жестко очковала. Я прикалываюсь, как я на раз вот один. Спасибо. Так, давайте. Раз, два, три. Раз, два, три. Можете сюда? Şəfəq necəydi? Mükəmməl deyildi. Mütləq sən Bölüş təəssüratlarını. Çox heyecanlıydım, amma sonradan heyecanım keçdi, çünki rahat gəldi. Mənzərənin dadını çıxardım deyə. Amma Əla. heyecanlı bir şeydi. Həm mənə qədər. Hə? Mənə qədər heyecanlıydı, sonra daha rahat gəldi. Əla, çox qəşəng. İndi nə? Oy. O kadar çok oksigen var. Terk etmek istemiyorum buranı. Çok güzeldi. Wow. Botanical Garden. Həmişə botanika bağına gələn turistlərimiz Azərbaycandan dostlar elə videolar çəkirlər ki, mən deyirdim ki, ora nə yerdir də, getməyə dəyməz falan. Hətta bir-iki dənə vlog izləmişdim. O qədər belə qəribə idi. Amma siz mənim vlogumdan sonra mütləq bura gəlmək istəyəcəksiniz, mütləq. Çünki həqiqətən də bütün növ bitkilər var və hava o qədər təmizdir, o qədər möhtəşəmdir ki, yəni hər yerdə çox fərqli bitkilər var. Bir tərəfdə dəniz. Mən ilk dəfədir belə bir yerdə oluram və bilmirəm ki, dünyanın başqa hansı yerlərində belə botanika bağları var. Əgər varsa, mən inşallah ki, hər yeri görmək istəyirəm. Doğrudan çox gözəldir. Yəni hər yerdə necə izah edeyim fikrimi? Kamera tam olaraq mənim fikrimi sizə ötürəcək. Çünki Ozmo Pocketimə güvənirəm. Həqiqətən də əlimdən tutdu. Burada belə itlərin hamısı, mən də biraz qorxdum, düzü təkəm. Burada itlərin hamısı, yəni aşılanıb. Onu necə deyim? Burada manolya ağacları var, çox böyük və inanılmaz gözəldilər. Yəni hər yerdə oksigen, təbiət, hər şey çox gözəldir. Və Şəfəqi axtarıram, tapa bilmirəm. Yəni nəm hava var, dəniz olduğu üçün bir tərəfdən nəmişlik hava var, amma bir tərəfdən sərin, bir tərəfdən nəm və havanın ətri o qədər gözəldir. Mən sizə bunu ötürə bilmərəm, amma özünüz görürsünüz videodan ki, necə gözəldir, yaşıllığa baxın. Möhtəşəmdir. Bu video ilə də botanika bağında olan görüntüləri sonlandırıram. İnşallah gedirəm buradan sonra Batumi bulvarına. Ali və Nino heykəlini çəkəcəm. Balaca bir heykəldir, dəmir bir heykəldir, amma məncə maraqlıdır.
simvolikdir də, yəni bura gəlməmisək. Məndən olsa axşama kimi burada oturaram, nəsə yeyərəm, yenə gəzərəm. Bu arada mən onu deməyi unutdum, mütləq deyim. Deməli dostlar, biz bura girmək üçün bir nəfərə görə 25 lari ödədik. 25 lari nə qədər manat eləyir? Təqribən 17 manat və 18 manat eləyir təqribən. 1 lari 65 qəpikdir də bizim pulla. Və 2 nəfərə bir də zipline nə qədər ödədik, onu da deyim. Zipline'ın qiyməti isə 70 laridir. Onu demişdim deyəsən. Belə. Amma 25 lari heç nədir də bu təbiəti görməyin qarşılığında. Çox möhtəşəmdir. Bilmirəm buradan mı enirik yoxsa oradan mı enirik, amma bu tərəfdən enəcəm. Şəfəqi itirmişəm. İndi zəng eləyib tapacağım. Qarşıdakı mənzərəni də göstərim, videonu bağlayayım. Look at this, guys. Actually, it's so beautiful, breathtaking. I cannot explain my imagination. Actually, it's so perfect. I'm feeling really good, really perfect. You know, girl. Yes, no, I think I will call you. Look at this scenery, girl. Breathtaking, really? Look at this. O zaman poketlə qaça-qaça çəkiliş elədim. Amma stabilizasiyası çox gözəldir. Heç bir problem yoxdur. Çox gözəl. Çəkilişə davam edirəm. Siz də izləməyə davam edin. Dostlar, kanalıma abunə olmağı unutmayın, lütfən. Kanalıma abunə olmağı, videonu bəyənməyi və rəy yazmağı unutmayın. Bu da məşhur Əli və Nino heykəli. Hər 10 dəqiqədən bir hərəkət edir. Burada delfinariya var. Amma biz istəmirik. Təsadüfdən hərəkət etmə momentinə düşdük.
Videonu sonuna qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm dostlar. Həqiqətən özümü çox şanslı hiss edirəm ki, bu cür mənzərələri sizə ötürə bildim. Ömrümdə heç vaxt görmədiyim yerləri gördüm, heç vaxt görmədiyim mənzərələrlə qarşılaşdım. Mənim üçün bu hisslər əvəz olunmazdır. Allaha hər zaman təşəkkürümü bildirirəm. Gördüyüm hər yeni yer üçün, yaşadığım hər yeni bir hiss üçün və bu hisslərin daimi olmasını diləyirəm hər zaman. Bundan mən bilirəm ki, dünyada daha fərqli yerlər var, çox gözəl mənzərələr var və hər birini görmək istəyirəm, gəzmək istəyirəm. İnşallah mənə o şans verilər və mən onları çəkərəm və videolarla sizə ötürərəm. Kanalımın böyüməsini çox istəyirəm. Daha çox kütləyə çatmaq, daha çox insana göstərmək. İnşallah ki, bütün xəyallarımıza birlikdə çatarıq. Bir daha izlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Sizdən tək istəyim kanalıma abunə olmağınızdır. Çünki əziyyət çəkirəm, videoları çəkirəm, montaj edirəm saatlarla və sizdən tək istəyim kanala abunə olasınız. Bu mənzərə ilə də videonu sonlandırıram. Növbəti videoda görüşərik.